Gel gel gel. Ya Allah, hoş gördüm herkese. Değerli izleyicilerimiz, her zaman dediğimiz gibi evlerinizi alanda mütləq və mütləq formada yoxlatdırıb alın. Məsləhət bilirəm, ən azından evlərin, tikintilərin şəkillərini, videolarını tələb edeyim. Bu hər yerə aiddir ümumiyyətlə. Nə əmlakçısaz, mütləq mən dediyimi eləyin. Keçdik videomuza. Sizlər üçün Mərdəkanda tam əşyalı 4,5 sotun içində 250 kvadratlıq bir ev tapmışam. Yeri qəşəng, yolu qəşəng. Bax, hal-hazırda zalını görürsünüz. Zalda 2 dənə pəncərəsi var. Zəhmət olmasa Aynur buranı da göstər. Aynur kamerasını heç kimə vermir, bir mənlikdir. İndi birazdan çıxıb sizlərə evin bayır tərəfdən də videolarını göstərəcəm. Zaten bu YouTube videosu olduğu üçün buna ətraflı baxın. Gəlsən? Gəl. Demək, Dalğa Arena yolu var. Bilənlər bilir. Mərdəkan yolu, Polis Akademiyası yolu, dəniz yolu. Onun üzərində yerləşir. Yola yaxındır. Gəlin elə evi gəzə-gəzə söhbət eləyək. Ev haqqında da sizə məlumat verim. Zaten deməyim də, bura mətbəxdir, bura filan şeydir. Zaten görürsünüz mətbəx olduğunu. Sizə qapıların hündürlüyündən danışım. Qapıların hündürlüyü 2.60'dır. Evin tavanı 3.60'dır. Bunları qeyd edeyim sizlər üçün. Ev tam isti döşəməlidir. Monolitdir. Nə olsun mən deyirəm monolitdir? Yenə də yoxlatdırsınlar da. Düz demirəm? Siz mənə fikir verin. Mən deyirəm monolitdir. Mən ev sahibi deyil, mən də deyirəm monolitdir. Amma yenə də yoxlatdırın evlərinizi alanda. Demək, bura birinci yataq otağı gördüyünüz kimi əşyalıdır. Evin bütün sənədləri qaydasındadır. İpotekaya da yararlıdır. Bəzən mən deyəndə ki, ipotekaya yararlıdır, elə bilirlər ki, bizdə şəxsi ipoteka var. Xeyr, bizdə yoxdur. Sadəcə banklara müraciət edin, onu da sizlərə deyim. Bilməyənlər çox olur, başlarına gəlir. İpotekaya götürəndə mütləq formada birinci gedin bankınızı dəqiqləşdirin. Ondan sonra çıxın ev axtarın. 40 gün müddət verəcək sizə bank. Ondan sonra evlərinizi axtara bilərsiniz. Gəl qalxdıq ikinci mərtəbəyə. Gəldiniz ikinci mərtəbədə görüşdük yenidən. Demək, burada 3 dənə yataq otağı var. Gəlin bir-bir tanış olaq. Bu birinci yataq otağı, valideyn otağı dediyimiz 35 kvadratlıq geniş yataq otağı, özünün dolabı və sanitar qovşağı var. Tam əşyalıdır gördüyünüz kimi. İndi sizə kameramız bir-bir göstərsin. Burada da sanitar qovşağı. Gəl indi eyvanını da göstərək. Burada da böyük bir balkonu var. Bir 40 kvadratlıq balkondur. Burada da sevdiklərinizlə əyləşə bilərsiniz rahatlıqla. Dənizin səsi gəlir. Hava küləklidir deyə. Görsən necə qəşəng dənizin səsi gəlir. Burada evin ümumilikdə 3-cü yataq otağı, evdə 4 yataq otağı var. Bunun mebellərini lap bəyəndim, nə yalan deyim. Lap xoşuma gəldi. Burada da 4-cü yataq otağı və özünün yenə də balkonu var. Həmən bu balkon gedir o bayaq ki 40 kvadratlıq balkona birləşir. Burada da ümumi sanitar qovşağı. Bu arada ev ağıllı sistemdən yığılıb. Onu da qeyd edeyim sizlərə. Demək, o nədir ağıllı sistem? Evdən çıxdınız, yadınızdan çıxdı. Məsəl üçün, hansı otaqda işıq yanılı qaldı. Yəni, telefondan söndürdünüz. Biz də kameranı bağlayırıq, amma neyinirik? Like qoymağı unutmayın. Ha, bayır qalıb, düz deyir. Getdik bayıra, qiymətini də bayırda deyəcəm. Getdik. Gəl, gəl. 150 kvadratda olsa, vav görünür. Yəni, belə çox böyük bir şey, nəhəng bir ev kimi görünür, ha? Mən çox bəyəndim. İnşallah siz də bəyəndinizsə, like düyməsinə toxunun. Gəlin, bax, buradan sizə Aynur meşəliyini göstərsin. Evi tam ətraflı dövr eləmək mümkündür. Evin qarşısında 8 metr uzunluğunda, 4,5 metrində, 1,60 dərinliyində yarım daşma tipli dediyimiz hovuzu və mənim ən sevdiyim yer olan orada mangalı, yanında kamera sistemi. Ev dediyimiz kimi ağıllı sistemdir.
İnşallah sizin də 555 min manatınız varsa, məncə bu evi almağa dəyər. Start, təbii ki, start dedik bu evin qiymətini. Allah ruzunuzu bol, canınızı sağ eləsin. Sizlərə də bax bundan da gözəl evlərdə yaşamaq qismət olsun inşallah. Görüşmək ümidi ilə, hələlik.